Bu qarı bu uşaqların analığıdır. Ərinə deyir ki, ərim, evimin direği, gözümün çiçeği. Ha bu uşaqları ha buradan apar da qablarını yuq, paltarını yuq, qarınlarını doyur. Bunlar uşaq deyil, dəccəldir, bezmişəm bunlardan da bezmişəm. Əri dedi, bəsdir da, kafamı şişirdin. O sənin nənən ölsün. Tamam. Bu da uşaqlar da necə baxır. Qız da deyir, ay ana, niyə elə deyirsən? Paltarları mən yuyuram axı. Qarı yenə bıdı. Adamdı da. Ərdi da. Qarıya bax necə öndə qurulub, burnu da havada deyəm. Ərim də necə mənim sözümü tutur. Uşaqları aparır. Ay oğul, sən nə inirsən? O çörəkdir. Çörəyə atma, ziyan olar da, cəbən qoy. Aha, atası bıraxıb gedib uşaqları. Qız da ağlayır. Qardaş, atam bizi bıraxıb getdi. Qardaş da deyir, ağlama bacı, ağlama. Mən akıllı oğlanım, çörək qoymuşam yola. Çörək? Ay oğul, sənin nənən ölə. Heç çörək orada qalar. Quşlar aparıb çörəyi. Ay qız, o nədir? Qız nədirsə görüb, ha? Qardaş, orada nəsə var? Baxım nədir? Ay qız, bu kitabı kim belə xarab eləyib? Yazıqdır da, kitabdır axı bu. O da konfetdən ev var. Bir də qoca bir qarı. Necə bizim Saniyə bibiyə oxşayır, tek dişi də qalıb. Uşaqlar da baxır, gülür. Ay uşaq, getmə. Qarı da mər cadıymış. Qarı da deyir, qarnım acıxıb, sizi xapır yiyəcəm. Qız da qardaşına sarılır. Qardaşı da qardaşdır, qardaş deyil, candır, pəhlivandır. Bacısını alır arxasına, qoca qarıyı ateşə atır, yaxır. Nə yaxşı eləyib. Evdə onlar